Rami müəllim, tövbə etdikdən sonra həmin günahı unutmaq lazımdır, yoxsa tez-tez xatırlayıb təkrar tövbə etmək? Elhamdülillah. Yox, xeyr. Əsas odur ki, tövbənin şərtləri yerində olsun. Tövbənin şərtlərindən də ən əsas peşmançılıq çəkmək, əməli tərk eləmək və insanın niyyəti qayıtmamaq olmalıdır. Yəni, tövbə edərkən deməməlidir ki, mən bunu tövbə edeyim, sabah ya bir aydan sonra bir də o günah edəcəm. Bu, əgər insanla və Allahın arasında olan günahdır. Yox, əgər kiminsə haqqı var orada, onun haqqını qaytarmalıdır. İnsanın haqqını, məsələn, onun malını götürübsə, xətrinə deyibsə, onda halallıq almalıdır, malını qaytarmalıdır. Bu şərtlər yerindədirsə, artıq təzdən tövbə eləmək lazım deyil. Çünki birinci Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, "Ən-nədəmu tövbə." Peşmançılıq elə tövbə özüdür. Yəni peşmançılıq əsas şərtlərdəndir. İkincisi, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, "Ət-təibu minəz-zənbi kəmən lə zənbə lehu." Yəni günahdan tövbə edən günah etməyən kimindir? Günah etməyən kimidir? Yəni insan əgər tövbə edibsə, hələ bil ki, yəni bütün şərtlərlə, hələ bil ki, heç bu günahı etməyib. O təkrar fikirləşmək, təkrar tövbə eləmək məhz bu günaha görə düzgün deyil. Bəli, tövbə eləmək olar ümumən. Ümumən günahlardan Allahdan sıxınırsan. Çünki bəzi günahlar var, eləyirsən, diqqət gətirmirsən və yaxud fikir vermirsən və ya bilmirsən, ümumən tövbə edirsən Allah Subhanahu taala. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində gəlib ki, gündə 70 dəfə, bu hədisdə də gəlib ki, hər gün 100 dəfə əstəğfurullah deyərdi. Yəni Allahım məni bağışla. Belə ümumən tövbə edirsən. Lakin həmin günahdan əgər tövbə etmisənsə, artıq o günahdan tövbə etmək lazım deyil. Allah da yaxşı bilir.